Əziz Naxçıvan və Naxçıvana yaxın ərazidə yaşayanlar, Culfalılar, Ordubadlılar, Şahbuz, Şərur və digər yaxın ərazidə yaşayan ailələr 20-21 fevral tarixlərində Qüsursuz Nitq Psixologiya Mərkəzinin rəhbəri 18 illik iş təcrübəsinə malik defektoloq loqoped Esmirə Qafarova Naxçıvan filialımızda ilkin diaqnostik dəyərləndirmələrdə olacaqdır. Yaşından və diaqnozundan asılı olmayaraq, nitq və inkişaf çətinliyi yaşayan hər kəs müraciət edə bilər. Qəbul zamanı autizm, kekələmə, serebral iflic, Down sindromu, alaliya, afaziya, yəni üslubdan sonra nitqin itirilməsi, eşitmə qüsurları, bu və bu kimi problemlərdən əziyyət çəkən hər kəs müayinələrə yazıla bilər. Unutmayın, erkən diaqnostika və düzgün istiqamətləndirmə nitq inkişafında mühüm rol oynayır. Qəbul üçün öncədən qeydiyyat mütləqdir. Əlaqə nömrəsi 064 85 75 35.